SUV deyiləndə ağla 150-200 at gücü gəlir. Yanındakı əfsanə isə 475 at gücü ilə bütün SUV-lərə meydan oxuyaraq düz divarda yarıb keçir. Qarşılayın $72.000 Rox Adamas. 1.5 motora 476 at gücü necə qoyublar, maraqlıdır. Adamlar bunu bacarır. Tam elektrik və benzinlə bir yerdə 1226 km yol qət edir. Bu o deməkdir ki, axırıncı dəfə yanacaq doldurma məntəqəsinə vaxt girmisən, yadından çıxır. 0-100 sürətləməsi isə 5,5 saniyədir. 5 nəfərlik görünsə də avtomobil 7 nəfərlikdir. Əgər bu oturacaqda əyləşən müdürdürsə, çox xoşuna gələcək. Çünki avtomobil çöldən içəri səs buraxmır, səs izolyasiya sistemi bir sözlə mükəmməldir. Üçüncü zərgə oturacaqlar qatlandıqda 1000 litrlik bagaj həcmi bizi qarşılayır və pnevmatik askı sistemi bagaja hər hansısa bir yük qoyanda işimizə çox yarayır. Rəsmi satış Volt qrup tərəfindən həyata keçirilir. Rox avtomobili 24 saat sizə təqdim edir ki, test drive edəsiniz. Sonda bəyənib almamaq isə sadəcə bəhanədir. Sizinlə mən idim, Ayxan Mirzəxanlı.